Mən yorulmamışam bu ayəni oxumaqdan. Ləqəd xələqnəl insan fi kəbəd. Biz insanı çətinliklə yaratdıq. Gərək qəbul eləyəsən. Ağıl da bizə deyir ki, gərək Allahla görüş üçün çətinliklərə dözəsən. Amma bəziləri özünü alladır. Deyirlər, inşallah 1000 il yaşa. Belə inşallah olmur. İnşallah heç bir çətinliyin olmasın həyatda. Yalandır, 100 dəfə inşallahdır, olmayacaq. Bəzilərimiz nə yol seçib, görür ki, çətinliklər var, deyir, yaddan çıxardaq. Sən Allah, gəlin, belə şeyləri yada salmayaq. Hərdən verilişlər olur, pozitiv deyir olaq. Səhər gün açılıb, peşman olursan, açarsan televizoru, bir qız danışır, məsələn, pozitiv olaq. Pis şeylərdən danışmayaq, pozitiv, sonra başlarlar oxuyub oynamağa. Oxu, oyna, nə qədər üzr istəyirəm. Tullan düş, üzr istəyirəm bu ifadəmə görə. Amma həyatın çətinliyi yerində qalıb. Sən suyunu onu özünə unutturmaqla o getməyəcək. Ondansa fəlsəfəsini başa düş, mahiyyətini başa düş.